Ağcabədi Regional Asan Xidmət Mərkəzi, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəliyi, rayon icra hakimiyyəti, peşə məktəbi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Heydər Əliyev irsi, tarix, kimlik və dövlətçilik adlı tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, gənclər və rayon ictimaiyyəti iştirak edib. Öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, dövlətçilik irsinə, milli yaddaş və kimlik məsələlərinə həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, vətən uğrunda canından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirin davamında Ağcabədi Regional Asan Xidmət Mərkəzinin direktoru Rəhim Qarayev, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, Ağcabədi Peşə Məktəbinin direktoru Fərruh Rəhimli, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı Rüstəm Xudiyev və Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova çıxış ediblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin dövlətçilik irsi, müasir idarə etmə prinsipləri, tarixi yaddaş və milli kimlik məsələləri, regional inkişaf siyasəti, təhsil və maarifçiliyin cəmiyyətin formalaşmasındakı rolu, eləcə də vətəndaşlıq şüuru və dövlətə bağlılıq mövzularına toxunulub. Sonda təşkilatçılara, çıxışçılara və iştirakçılara minnətdarlıq bildirilib, xatirə fotosu çəkdirilib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.